Sumqayıt şəhərində gənc və istedadlı yazar Rəşad Qasımzadənin ikinci kitabı Qurban Oyunu adlı əsərinin təqdimat mərasimi keçirilib. Tədbir Sumqayıt şəhər Heydər Əliyev mərkəzində baş tutub. Təqdimatda millət vəkili Elnarə Akimova, yazıçının doğmaları, yaxınları, Sumqayıt şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Cəmi 16 yaşında olmasına baxmayaraq, artıq 2 kitab müəllifi olan Rəşad Qasımzadə ədəbi mühitdə öz sözünü deməyə başlayan ən gənc yazarlardan biri kimi diqqət çəkir. Onun ilk əsəri Üçbucaq psixologiya janrında yazılıb. Gənclər arasında böyük maraq doğurub. Yeni kitabı Qurban Oyunu isə psixoloji triller janrında qələmə alınıb və insan psixologiyasının dərin qatlarına toxunur. Tədbirdə bildirilib ki, bu əsərdə narsizm mövzusuna xüsusi yer verilib. Qurban Oyunu insanın ego, mənlik və özünə pərəstlik duyğularının yaratdığı daxili faciələri göstərməklə yanaşıb, narkomaniya kimi dövrümüzün ən ağrılı problemlərindən birinə də toxunur. Əsərdə bu mövzu tənqidi şəkildə işlənib və oxuculara düşündürücü mesajlar verilib. Bugün mənim ikinci kitab təqdimatımdır. Mənim 2 kitabım var. Birincisi Üçbucaq psixoloji detektiv janrında, ikinci kitabım Qurban Oyunu psixoloji triller janrındadır. Bu yeni kitabım mənim əsas başlıca mövzusu narsizmdir. Narsizmin insan həyatında doğurduğu fəsadları və insan problemini nəzərə çatdırır. Mən bu əsərimdə əsasən digər mövzu olan narkomaniyaya da toxunmuşam. Dövrümüzün ən aktual problemi olan bir narkomaniyada burada tənqidi baş tutur. Bu əsər daha çox bir duyğunu aşılamaq yox, daha çox insanların dərin hissləri bəsləməsinə, bir-birlərinə düzgün münasibət qurmasına və onları dəyərləndirməsinə ehtiyac var. Mənim məhz bu mövzuda kitab yazmamın səbəbi cəmiyyəti daha aktuallaşdırmaq və daha maarifləndirmək üçündür. Tədbir zamanı çıxış edənlər gənc yazarı səmimi təbrik edib, onun istedadını yüksək qiymətləndiriblər. Çıxışçılar Rəşad Qasımzadəni gənc nəslin intellektual siması, düşünən və yazan bir gənc kimi xarakterizə edərək, gələcəkdə daha böyük uğurlara imza atacağına inandıqlarını bildiriblər. Onun qısa zamanda ədəbi mühitdə öz yerini tapması, cəmiyyətin mənəvi problemlərinə toxunması, xüsusilə psixoloji janrda yazması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Təqdimat zamanı müəllifin əsərlərindən parçalar səsləndirilib. Qurban Oyunu kitabının ideyası və yaranma prosesi barədə maraqlı fikirlər paylaşılıb. Tədbirin sonunda Rəşad Qasımzadəyə yaradıcılıq uğurları arzulanıb. Onun yeni əsərlərinin oxucular tərəfindən maraqla qarşılanacağına əminlik ifadə olunub. Bu gənc yazarın uğurları bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatının gələcəyi düşünən, araşdıran və hiss edən gənclərin əlindədir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.